Hər vaxtınız xeyir olsun. Bugün ətdən ləzzətli soğuç hazırlayacağam. Bunun üçün əvvəlcə əti soyuq suyun içərisində 1 saat saxladım. Sonra təmiz-təmiz yuyub üzərinə çıxacaq qədər soyuq su əlavə edirəm. Qazanı ocağın üzərinə yerləşdirdim. Qaynara düşdükdə üzərinə çıxan kəfi yığıram. Kəfin tam yığdıqdan sonra içərisinə 1 ədəd bütöv soğan, 1 çay qaşığı duz, azacıq istiot əlavə etdim. 2 ədəd orta boy soğanı kubik şəklində doğramışam. Üzərinə kərə yağı, 1 çay qaşığı duz əlavə edirəm. Qazın üzərində 1-2 dəqiqə qovururam. Soğanı çox qovurmaq olmaz. Rəngi azacıq dəyişdikdə əti əlavə edirəm. Azacıq qovurduqdan sonra içərisinə 1 çay qaşığı da tomat pastası əlavə edirəm. Yenə qarışdıraraq 1-2 dəqiqə qovururam. Qeyd edim ki, əti əvvəlcədən sümüyündən ayırmışam. Üzərinə 2 ədəd doğranmış pomidor əlavə edirəm. Yenidən 2-3 dəqiqə ərzində qarışdıraraq qovururam. Əgər pomidor yoxdursa, içərisinə vurmaya da bilərsiniz. Tam qovurulduqdan sonra ətin suyunu da üzərinə süzürəm. Biraz sarı kök, biraz da istiot əlavə edirəm. Tavanın qapağını örtürəm. Qaynara düşdükdə içərisinə kartoşka əlavə edirəm. Kartofları əvvəlcədən ortadan 2 hissəyə bölmüşəm. Kartoflar pişənəcən vamodda yeməyi pişirirəm. Bişməsini çəngəl yardımı ilə yoxlamaq olar. Artıq gördüyünüz kimi yemək hazırdır. Asan üsulla ləzzətli bir yemək alındı. Hər kəsə bu üsulu mütləq sınamağı tövsiyə edirəm. Videonu izləyərkən bəyənməyi unutmayın.